Görün. Sözləri əlifba sırası ilə düzəltkən yalnız ilk hərf yox, sonraki hərflər də nəzərə alınır. Aha. Yəqin sən də bilirsən qaydanı. Buyurun, bunu sübut eləyin mənə. Görüm necə tapırsınız onu. Hər kəs öz nümunəsini yazsın. Buyur, sən hansı sözləri yazmısan? Birinci burada Sərxan sözü var, bir də Səid. Sərxan sözündə S var, Səiddə də S. Sərxan sözündə Ə var, burada da Ə var. Amma burada birinci R var, bir də İ var. İ var. Aha. İndi bunlardan ən birinci İ gəlir. Aha, deməli İ R-dan əvvəl gəlir. Ona görə də ən birinci Səiddir, sonra Sərxan. çox gözəl. Buyur, sən izah elə Mehdi, necə yazmısan, nə yazmısan? Müəllimə, birinci baxırıq ki, burada iki sözdə də birinci hərfi A-dır. Onlara nəzər salmırıq. Görürük ki, ikinci hərfləri fərqlidir. Onlara nəzər salırıq. Aha, R və L. R və L. Buradan əlifba sırasında birinci gələn hərf L-dir. Onun üçün birinci sözümüz alma olacaq, ikinci də arma. Afərin sənə, təşəkkür edirəm.